Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində, məktəbə, bağçaya, yola, marşrutlara yaxın olan ərazidə, parka da yaxın olan ərazidə 2.5 sotun içində gözəl, təmirli, içi dolu, əşyalı bir həyət evində satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu evi ev sahibi özünə şəxsi inkələtdirib. Demək, birinci mərtəbədən tutmuş banına qədər ev monolitdir. 7 otaqlı evdir. Demək, 6 otaq yuxarıda, 1 otaq, 1 mətbəxdə aşağıdadır. Həm də 6 qarajdır. Bura həyətyanı sahəsidir. Ətraflı məlumatını sizə təqdimatda göstərəcəm. Gördüyünüz kimi bu həyətində besetkası, ayrıca manqalxanası. Belə ev sahibi gözəl bir şərait yaradıb həyətində. Giriş darvazası pultla idarə olunur. Həyətinə drapları qoyulub. Evin yan tərəflərindən keçmək, arxasına keçmək mümkündür. Evin xarici görünüşü də gördüyünüz kimi üzü ağlarla vurulub. İndi keçən birinci evin ətrafı ilə tanış olaq, sonra evin özü ilə tanış olacaq. Arkasında da boş yeri var. Bax, belə arxasına da keçmək mümkündür. Ev həqiqətən çox gözəl bir yerdə yerləşir. Sənədi tek pasportuzadır, kupçaya hazır olan bir sənədlərdir. Rahat kupçanı da almaq mümkündür. Arxasında da belə yarımsot həyəti var. Həyətin də arxasında da belə santar qopçaq var. Gördüyünüz kimi, bax, belə bir bağı bağçası var, arxa hissəsidir. Evə heç bir maniyyət öyrətmir. Arxasında bütün evlərin pəncərələri hamıca havalanmaya uyğun. Həyəti ilə tanış olduq, hörmətli izləyicilər. Keçən indi evin içləri ilə tanış olaq. Yəni, ətraflı məlumatı sizə təqdimatda göstərirəm, deyirəm. Sona qədər izləyin ki, bütün məlumatınız olsun. Demək, gördüyünüz kimi, bu gördüyünüz besetkası da hər şey səliqə səhmanlı bir evdir. Ev həqiqətən çox gözəl, əlverişli bir yerdə yerləşir. Məktəbə, parka, marşrutlara, bağçaya yaxın yerdə yerləşir. Ev sahibi belə aşağıda yayda oturmaq üçün belə bir gözəl bir şərait yaradıb. Qışda da oturmaq mümkündür. Aşağısı bu ayaqaltı döşəməsi istipoldur. Görürsünüz, hörmətli izləyicilər, bunlar hamısı mərmərdən yığılıb. Ev sahibi ən yüksək səviyyədə evləri, yəni keyfiyyətli materiallardan təmin edib. Burada ev sahibi burada demək, artıq əşyalar yığıb. Yəni bir dənə otaqdır burada hal-hazırda. Sadəcə əşyalar yığıb. Yəni, indi alan adam olsa, yenə də onu boşalacaq. Ev, yenə deyirəm, demək olar, içi dolu əşyalı satılır. Bir dənə elektronik əşyalardan başqa. Keçən evin yuxarı hissələrlə tanış olaq. Ətraflı çəkdik. Aşağına tanış olduq. Qalxırıq yuxarı. Yenə qeyd edirəm, ev monolitdir, hörmətli izləyicilər. Düz banına qədər ev sahibi monolit vırdırıb. Keyfiyyətli materiallardan istifadə edib. Bura giriş hissəsidir. Görürsünüz, hörmətli izləyicilər, burada ayrıca giriş hissəsidir. Girən kimi buradan sağ tərəfə yuxarı pləkandan mərtəbələrə çıxmaq üçündür. Birbaşa girən kimi bura qonaq otağıdır. Gördüyünüz kimi ev təmirlidir. Burada kim istəsə zövqlə uyğun aboyları dəyişə bilərlər. Yəni evin həqiqətən problemi yoxdur. Təmir yəni normal qaydasındadır. Kim alsa yaşaya bilər. Döşəmələri parketdir. Sol tərəfdə burada mətbəx. Mətbəxinki də yenə bu hissəsi mərmərdən yığılıb, kombi sistemləri var. Mətbəx təxmini haradasa 14 kvadrat olar, 14-15 kvadrat olar. Burada ayrıca bir aşağıda bir yataq otağıdır. Amma ev sahibi burada yenə oturacaq otaq kimi istifadə edir. Əslində burada bir köməkçi otaq kimi yataq otağıdır bura. Yenə də ev sahibi burada bir ayrıca oturmaq üçün şərait yaradıb özünə. Burada birinci mərtəbədə sanuzel hissəsidir. Gördüyünüz kimi duş kabinası da hamısı təmirdə qaydasında normal. Bu mərtəbə ilə tanış olduq, hörmətli izləyicilər. Gördüyünüz kimi qalxaq indi ikinci mərtəbənin, yuxarı mərtəbənin
otaqlarla tanış olağın. Qalxırıq buradan yuxarı. Qalxan kimi 2-ci mərtəbədir. Daha 3 mərtəbədir, 3-cü mərtəbə deyək. Demək, girən kimi burada bir yataq otağı. 4 otaq da buradadır. Təmirlər qaydasında, mebellər də təzə alınıb bu mebellər. Buradan balkona çıxış hissəsidir. Sadəcə biraz bağlı düzür sayın. Burada ayrıca şkaf yığılıb, paltar zat asmaq üçün. Demək, keçirik burada 4 otaqdır. Bura uşaq otağıdır. Ev sahibi iş otağı kimi istifadə edir. İş otağı kimi də qala bilər, uşaq otağı kimi də istifadə edə bilərsiniz. Demək, hörmətli izləyicilər, qapıları fıstıq ağacındandır. Pləkanlar fıstıq ağacındandır. Bunu nəzərinizə çatdırım. Burada hardasa 16 kvadratlı bir yataq otağıdır. Geniş yataq otaqlardamızı. Yəni evin həm təmiri yaxşıdır, otaqlarda genişdir, ürək açandır. Bir yataq otağı da burada 4-ün 5-ə 20 kvadratdır. Gördüyünüz kimi pəncərəsindən də tam işıq düşür. Mebellər yenə əşyalı, görürsünüz, içi doludur, əşyalı satılır. Qiymətli əşyalı deyiləcək. Bir dənə elektroniklə bəzi əşyalar götürəcək ev sahibi, qalanda ev sahibi ilə özü danışa bilər. Hansı qalar, qalmaz, onu qiymətlə danışmaq lazımdır. Burada yenə 3-cü mərtəbənin sanuzeldir. Gördüyünüz kimi də buranın da təmiri qaydasında. Duş kabinası zadı, hamısı moydat zadı, hamısı qaydasındadır. Hörmətli izləyicilər, sonda bir otaq çəkdik. Demək, 1, 2, 3, 4 dənə otaqdır. 4-ündə çəkdik, 6 otaq. Hörmətli izləyicilər, demək, indi sizin nəzərinizə çatdırıram. Yenə qeyd edirəm, başlıqda demişdim. Ev Biləcərin mərkəzində, parka, məktəbə, demək, marketlərə, marşruda yaxın yerdə yerləşir. Sənədi, tex pasportu zadı, hamısı texnik pasportu zadı var. Kupsiyə hazır sənəddir. Kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsini əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTok-da seçal əmlak, yəni seçin alın səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlərimiz çoxdur, əlavə evlərimiz də var. Bir-bir çəkiş eləyirik. Başdakı nömrə ilə əlaqə saxlayın, evlərinə, yəni istədiyiniz qiymətə evləri təşkil edə bilirik. Evin qiyməti 365 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. 380 mindən 365 minə endirilib. Yenə də endirim olmağını birbaşa sahibi ilə danışacaqsınız. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. 365 min qiymətli, yeri də gözəl yerdir. 2.5 sotun içindədir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismətləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.